Babil qədim dünyanın ən böyük şəhərlərindən olmuşdur. O, Fərat çayı sahilində qədim Şumer şəhərlərindən birinin yerində yaranmışdı. Şəhər Şumer dilində Kadingir, Ka, qapı, Dingir, tanrı, yəni tanrının qapısı adlanırdı. Ərəbistan yarımadasından gələn tayfalar şəhəri tutandan sonra ona öz dillərində eyni mənanı verən Bab-ili adını verdilər. Babil şəhəri mühüm ticarət yollarının keçdiyi ərazidə yerləşirdi. Eramızdan əvvəl 2-ci minilliyin əvvəllərindən iki çay arası şəhər dövlətləri arasında ticarət əlaqələri gücləndi. Bu, Babil şəhərinin mühüm ticarət mərkəzinə çevrilməsinə səbəb oldu. Su və karvan, quru yolları ticarəti Asiyanın digər ölkələrinə Babil şəhərindən keçirdi. Tacirlər Kiçik Asiya, Aralıq dənizinin sahilləri və İran körfəzi əraziləri ilə ticarət əlaqələri yaratmışdılar. Hələ eramızdan əvvəl 3-cü minillikdə Şumer şəhərləri bu körfəz vasitəsilə, yəni İran körfəzi vasitəsilə Hindistan tacirləri ilə mal mübadiləsi edirdilər. İki çay arası dövlətlərindən başqa ölkələrə yüksək ustalıqla hazırlanmış sənətkarlıq məhsulları aparılırdı. Eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində Babil şəhər dövləti meydana gəldi. Bunu yadda saxlayın. Babil şəhər dövlətinin meydana gəlməsi eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində. Babil dövlətinin ən qüdrətli çağları hökmdar Hammurapinin hakimiyyəti dövrünə təsadüf edir. Hammurapi bütün iki çay arasını Babil dövlətinin hakimiyyəti altında birləşdirdi. Ölkəni birləşdirəndən sonra o geniş abadlıq işləri apardı. Hammurapi bacarıqlı rəhbər və təşkilatçı kimi təsərrüfatın bütün sahələrinə, əkinçilik, maldarlıq, bağçılıq, həmçinin kanal və yolların çəkilməsinə, ticarətə, sənətkarlığın inkişafına aid işlərə şəxsən özü nəzarət edirdi. Nəticədə Mesopotamiya, yəni iki çay arası yenidən Asiyanın inkişaf etmiş regionuna, Babil şəhəri isə onun mərkəzinə çevrildi.